Bu 10 dəqiqəlik söhbətlər yanımda çatdıram. Bax bizim bu Türk deməli qardaş ölkəmizdə oturublar orada. Bax kimsə bax adı nədir bunun? Levent Gültəkin. Deməli bu Levent Gültəkin nədirsə yaxşıdır. Oturub orada ermənidən, Yunandan, Gürcüdən olandılar. Sadəcə bizim bu türklərə mən başa salamıram ki, gəlib küçədə onunla bununla yatırsan, doğuzdurursunuz, sonra da düşman əmələ gəlir. Başa düşürsünüz, əl çəkin. Əl çəkin, yığışdırın o adamları, qoymayın, vətəndaşlıq verməyin ay kişi. Onun bunun küçədə keçmiş o hələ gəlib sizin qoynunuzda yatanda o da çıxır deyir ki, mən Gürcüyəm, mən erməniyəm, mən nə bilim Yunanam. Da bu, siz özünüzdə problem yaradırsınız və bizə problem, bütün Türk dünyasına problem yaradırsınız. Gör nədir bu Levent'dir, Gültəkindir, nədir? Deyir Azərbaycan istəyir Naxçıvanı deməli birləşdirə Azərbaycana. Azərbaycan güya deyir ki, Naxçıvan güya başqa dövlətdir. Bunu birləşdirir və nə deyir? Alçaq, bu satqın, nə bilim Gürcüdən olandı, Ermənidən olandı. Ermənistana blokada da qoyacaq qəsdən. Naxçıvanı birləşdirir Azərbaycan. Ermənistan, gör, Ermənistan sözə bax, Ermənistan var. Ermənistan Azərbaycan torpağında yaşayır da. Ermənistan blokada nə deməkdir? Bu nə qədər alçaq insan olasan ki, bu sözü gətirib deyək ki, o blokada qalır. Onsuz da bizim torpağımızdadır, nə blokada? Naxçıvan başqa dövlət deyil. Naxçıvan bizim torpaqdır. Sadəcə yolumuzu istəyir rahat eləyək, gedib gələk. Birləşmək nədir? Naxçıvan başqa dövlətdir. Ay Ermənidən, Yunandan, Gürcüdən olan o nə bilim, ay fahişədən olan, bilmirəm o Gültəkini o Türkiyə dövlətində oturublar, o polisdir, kimdir? Onu tutun, o alçağı bir yaxşı şalvarını yendirin, bir yaxşı ona bir demişdim de neyniyəsiniz? Alçaqlar. Kimdir bu? İki qardaşın arasına girir. Bu bir. Bütün Turanın arasına girir. Bu da iki. Bütün Türk xalqın arasına girir. Nə qədər aşağılayırlar. Oradan biri deyir ki, İrana birləşsin. Talışlarla deməli, Naxçıvan İrana birləşsin. Bunlar bu fahişədən olanlar, fahişə ermənidən olanlar, Gürcüdəndir, nə bilim, Yunandandır. Bax, bunlar danışırlar ki, Talışı gətirib yazığı, oturub Talış yerində, Talış birləşsin İrana, Naxçıvanla bir yerdə İrana birləşsin. O biri deyil, blokada da qalır. Qəsdən eləyirlər. Bu nə? Görün, Türk bu sözü deyər, ay kişi, Türk bu sözü deyə bilməz axı. Türkün millətini nə qədər alçaldıblar bu boyda dövlət, 650 milyon xalqı, deməli, 36 dövlət, hansı ki 25-dən çox dövləti Rusiyadadır, Türk dövlətləri ki, alçaqlar, necə 48 milyon türkü deyir ki, 2 milyon türk var. Problem budur, Uyğur türkləri 200 neçə milyonu keçib və Çinlər yazır ki, 15 milyon Uyğur var. Uyğurlar, budur, qız uşağını zorla verirlər Çinə, Çin kişisinə. Zorla verirlər ki, ərə getsin və Türk deməli, artımının sayını məhv eləsinlər. Uyğur türkləri də. Necə Təbrizdə 50 milyonu deyir, 10 milyon, 15 milyon Təbrizdə türk var. Yəni alçaqlar 650 milyonluq xalqı, 36 dövləti olan, 32 dildə danışan, 30 Türk xalqı olan, görün nə qədər zəngin Türk dünyasına baxın. Macarıstan, Avropadan tutmuş Altaydır, Sibir, Kırımdır, Qafqazdır. Qafqazın, Turanın paytaxtı
Qafqazdır, Azərbaycandır. Bunu Avropa alimləri deyir. 700 min il tarixi var. Ay səfehlər. 32 Türk xalqları. Bir-bir neynim sayın bunu. Qaraçayıdır, Balkarıdır, Oğuzudur, Macarıdır. Özbəyidir, Qırğızdır, Türkmenidir. Hansını sayım? Osmanlıdır, Azərbaycanlısıdır. Qardaş, Yakutudur, Uyğurudur. Bu Türk 32 xalqın 30 dənə dili var. 30 dili var. Başa düşdünüz nə demək istəyirəm? 30 dənə ləhcə, 30 dildə 30 dənə türk dili var. 30 dili olan 32 türk milləti, 36 dövləti. Başa düşdünüz nə deyirəm? Ay kişi, görün nə qədər zənginlik var. Bütün bu dünya paxıllanır buna. Bu milləti aşağılayırsınız. Özbək dili, Qazaq dili, bir sayım Qırğız, Uyğur, hərənin öz dili var da. Bütöv gəlir Turan bir dildir. Türk dilidir. 36 dövlət bir dövlətdir. 30 Türk xalqları bir dövlətdir Turan. Kifayətdir ya. Nəysə. İndi durublar nədirsə yaxşıdır. Mən indi bunu davamını qalsın davam edim. Çatdırmayacağım. Yəni istəmirəm. Davamını gözləyin, indi davamı gələcək.